Sahib Təbrizi deyir ki, زمرگ روز هنرور نمی شود تاریک که برق تیشه çıraq məzar کوهکن است. Yəni bir istedadlı sənətkarın günü ölümdən qaralmaz. Yəni ölüm onun günəşini qaralda bilməz, həyatını xitam edə bilməz. Çünki Fərhadın məzarının üstündəki çıraq onun elə tişəsidir. Tişə yəni külünk. O ki Fərhad Şirin üçün bir sunu çapırdı. Axırda Şirinin ölüm xəbəri gəldi, çatdı ona. Yalancı ölüm xəbəri. O külüngü vurdu başına, həmin yerdəcə qaldı. Və onun cəsədi torpaqların məzara döndü. Onun üstündə də külünk qaldı. Külünk poladdandır. Polad da parıltı verir. Onu sahib Fərhadın məzarının çırağına bənzədir. Hər qıssə yaşadığı bir yaratmağa dəyər. Çünki insan bir sənət əsəri qoyursa ortaya, o onun əbədi həyatı üçün bir günəş misalına dönür.